Mən bugün sizə müvəqqəti və daimi yaranan cinsi zəiflik haqqında danışmaq istəyirəm. Müvəqqəti cinsi zəifliyin yaranmasında əsas səbəb qorxu, həyəcan, gərginlik, qarşı tərəflər arasında olan müəyyən bir münaqişə kimi hallardır ki, məhz bu zaman müvəqqəti cinsi zəiflik yarana bilər. Bu ilk növbədə partnyorlar arasında olan münasibətdən asılıdır. Çox zaman adi bir cüzi bir narazılıq da həmin şəxslər arasında cinsi zəifliyin yaranmasına gətirib çıxarır. Amma sonradan problemin həll olunması, gərginliyin aradan götürülməsi, stresin yox olması nəticəsində cinsi zəiflik aradan götürülür və həmin şəxslər normal cinsi fəaliyyətlərinə qayıda bilirlər. Amma daimi yaranan cinsi zəiflik isə çox vaxt hər hansı bir xəstəliyə söykənir. Yəni ki, keçirilən hər hansı bir xəstəliyin nəticəsində orqanizmin zəifləməsi, orqanizmin immunitetinin aşağı düşməsi, bundan başqa prostat vəzin xəstəliklərinin vaxtında müalicə olunmaması, bundan başqa şəkərli diabet, ürək-damar sistemi xəstəliklərində həmin xəstəliklərin fəsadı kimi və eyni zamanda həmin xəstəliklərin müalicəsində istifadə olunan dərmanların yaratdığı cinsi zəiflik çox vaxt daimi olur ki, bu zamanda həmin xəstəliklərin müalicəsi zamanı həmin pasiyent paralel androloqun da müalicəsini almalıdır ki, həmin xəstəliklərin fəsadı kimi cinsi zəiflik ortaya çıxmasın. Daimi cinsi zəiflik bəzən həmin şəxslərdə sinir psixoloji gərginlik, depressiya kimi hallara da gətirib çıxarır ki, həmin pasiyentlər çox vaxt bu məsələnin həllini tapmaqda çətinlik çəkirlər ya da ki, həkimə getməkdən utanırlar. Amma təəssüf ki, bu xəstələr çox vaxt düzgün normal müalicə almırlar, gedib aptekdən hər hansı bir dərman preparatı almaqla kifayətlənirlər, elə bilirlər ki, bu məsələni həll edir. Əksinə, nəhayət sonda bu çox ciddi problemlərlə həmin pasiyenti üz-üzə qoyur. Məhz bunun qarşısını almaq üçün həmin pasiyentlər vaxtında düzgün həkimə müraciət etməli və düzgün müalicə almalıdırlar ki, bu kimi problemləri vaxtında həll edə bilsinlər.